Hörmətli tamaşaçılar, hörmətli izləyicilərimiz, bu günlərim Azərbaycanın gözəl səfalı güşələrindən olan Ağsu şəhərində Qurban balamızgildə qonağıq. Gəlmişik Qurban haqqında çəkilişlər aparmağa, Qurbanı Azərbaycana tanıtmağa, həm yaşıtlarına tanıtmağa. Qurban, özün haqqında danış görək qardaş. Mən Qasımzadə Qurban Mehmanoğlu. Neçə nömrəli məktəbdə Bir oxumalı? nömrəli məktəbdə. Ağsu şəhəri bir nömrəli məktəbdə oxuyursan. Qurban, kim olmaq istəyirsən böyüyəndə? Nəyə çox marağın var? Böyüyəndə istəyirsən kimi tanınasan, məşhur insan olasan, kim olasan? Rəssam oxşamaq istəyirəm. Rəssam olmaq istəyirsən, yəni polis olmaq istəyirsən? Polis olmaq istəyirəm. İnşallah Allah hansı arzuların varsa onu sənə çatdırsın qardaş. Buradan yaşıtları var, müəllimləri var. Məsəl üçün yaşıtlarına nə arzu edərsən, nə demək istəyərsən? Bax, veriliş vasitəsilə yaşıtların sənə baxacaq. Kameraya bax denə. Buyur. Birinci bütün yaşlarıma salam demək istəyirəm. Dərslərin yaxşı oxusunlar, Azərbaycan dövlətinə və Azərbaycan xalqına layiqli övlad olsunlar. Yəqin ki, sən də bizim arzularla şəriksən, qoşulursan. İnşallah Allah arzuları çatdırar, atan-anan üçün fəxirli övlad olarsan. Əsas Azərbaycan xalqının üçün böyük bir dəyərin olar, dəyər qatarsan dəyərlərimizə. İdeal Azərbaycan vətəndaşı olarsan, hamı da baxar sənin üçün nümunə götürər özünə. Anamız, nə deyə bilərsən övladınız haqqında? Evladım haqqında deyərəm ki, uğurlar, nə bilim, əziyyətinə görə, nə bilim, oxumağına, arzularına çatsın. Ondan sonra uğurlar deyirəm də, nə deyə bilərəm ki. Allah arzularınıza çatdırsın. Deməli, hörmətli tamaşaçılar və izləyicilərimiz, bugünlərim Çağdaş Təhsil Mərkəzi olaraq biz bu layihəni həyata keçirdik. Qurban balamız kimi övladları Azərbaycan Respublikasının daxilində və kənarında yaşayan vətəndaşlarımıza dünyaya tanıtdırmaqdır ki, Azərbaycanda belə bir övladlar yetişir, Azərbaycanda belə istedadlı övladlar var. Və onu da qeyd etmək istəyirəm ki, Qurbanın atası hal-hazırda Qarabağ iqtisadi zonasında çalışır, işləyir və əlindən gəldiyi qədər Qurbana dəstək olur ki, Qurban Azərbaycan xalqı üçün ideal və layiqətli övlad olsun. Allah arzularınıza çatdırsın. Qurbanın bütün nailiyyətlərini həm atası, həm siz görəsiniz, sevinəsiniz. Bizim üçün də şad olur sizin ailəni tanımaq, Qurbanı tanımaq və səni Qurban təkcə Çağdaş Təhsil Mərkəzi yox, bütün Azərbaycan tanıyacaq və bununla da fəxr eləyə bilərsən. Həm yaşlıların arasında, Azərbaycan ərazisində indən belə hansı bir peşənə sahibi olsan, gələcəyin üçün göstərərsən ki, Çağdaş Təhsil Mərkəzi mənim üçün bax bu layihədə həyata keçirdi və mən tanındım. Sağ olun, var olun, şad olduq, xoş oldu bizim üçün.